o filan kəs olmuş kimi bu həyatı yaşamağa bacarmaq lazımdır. Xəyallarını təmsil etmək budur. Məsələn, sən deyirsən ki, mən filan mühasib olacağam, filan hüquqşünas olacağam, filan mühəndis olacağam, filan mütəxəssis, filan iş adamı olacağam. Olanda sən necə oturub, necə durub, hansı nitqlə danışırdınsa, indidən elə ol. Elə otur, elə dur, elə danış. Yəni ki, bugün əgər o iş adamı olanda siz bugün universitetdə elədiyiniz o giz-giz söhbətləri, giz-giz mənasız lağlaqları eləyəcəksiniz, eləməyəcəksiniz. İndi də eləmə. İndi də sanki o insan olmuşsan kimidir ki, sən gəlib sabah o insan olanda deməsən, bu oradan filan kəs oldu. O bizdən filan şeydə eləyən adam, yox, elə deməməlidir. Əksinə deməlidir ki, o adamın bədən dilində, davranışında, xasiyyətində, xarakterində biz zaten görürdük ki, ondan bu olacaq. Yəni, bax, belə bir xarakterdə bir insan olmalısınız. Yəni, olacağın səni olmuş kimi, çünki hər gün vizualizasiya etsən bunu artıq, olmuş kimi yaşamaq. Okay mi? Növbəti zəhmət olmasa. Geri qayda. Növbəti xəyalları bölüşməkdir, dostlar. Növbəti etap həyatımızda bu xəyalları ətrafındakı insanla bölüşəcəksən. Deyəcəksən ki, bax, mənim yolum budur. Mən bunu eləmək istəyirəm, bunları eləmək istəyirəm. Bunları eləyəndən sonra filan kəs olacağam, filan şeylərə sahib olacağam, belə bir həyatım olacaq. Bunu ətrafla danışa bilmək. Bax, ən bizim üçün bu dəqiqə özümüzə mənimsəməyə çətinlik çəkdiyimiz məqam budur. Çünki bizim mentalitet bizə tamamilə bunun əksini təbliğat edib. Nəyi təbliğat edib? Növbəti zəhmət olmasa, xəyallarını kiməsə bölüşmə, nə badə. Niyə? Göz deyəcək. O xəyallarına çatacaqsan. Amma elə ki, sən bunu qonşu qıza desən, onun gözü səni vuracaq və sən xəyallarına çata bilməyəcəksən. Və aranızda garanti verirəm, nə qədər də cool olsan belə, o gözə inananlar oturublar burada, aramızdasınız yəni. İnanırsınız o gözə. Baxın, həyatda normalda bu göz nə olan şeydir? Mən göz dəydi deyə bir şey yoxdur demirəm. Var, elə bir şey də var. Bu sadəcə mənfi, negativ enerjidir. Çünki biz hamımız burada enerjidən ibarətik və bir-birimizə enerji ilə təsir edirik. Ya bu dəqiqə mən sizdə müsbət aura yaradıram, ya da mənfi aura yaradıram. Mənim içimdə olan enerji sizə yansıyır. Bu belə bir şeydir. Siz də eyni zamanda mənə yansıdırsınız o enerjini, bir-birlərinizə. Həyat budur. Amma bir insanın uğuruna baxanda və onun şəxsiyyəti hələ tam formalaşmayıbsa, o insanın uğuruna qarşı içində kin, küdurət, qibdə, həsəd, bu kimi hisslər, negativ enerjilər yaranmağa başlayır. Və bu enerji sənə yansıyır və sən də özün fərqində olmadan negativləşirsən, həyatı negativ yöndən baxmağa başlayırsan və bir şey alınır demək əvəzinə həmin gün o negativ enerjidə olduğu üçün alınmağa daha çox beynin inanır və alınmır. Və nəticədə nə deyirsən? Gözü dəydi. Tamam mı? Halbuki bütün məsələ bu gələn negativ enerjini sən necə qarşılayırsan yəni. Bütün məsələ səndədir əslində qalsa. Sən bu prosesi xəyal edirsən, inanırsan, yaradandan istəyirsən, onun qurduğu həyatdan istəyirsən, onun alınacağını hər gün vizualizasiya etsən, bir də kənardan gələn negativ enerjilər. Həyatım boyu gözləyirəm ki, o göz gəlsin, mənə dəysin. Cidden deyirəm yəni. Ay, sosialda onu paylaşma gözdəyər. Ay, sosialda uşaqlarının şəklini paylaşma gözdəyər. Ay, filan şeyləri eləyirsən gözdəyər, göstərmə. Dəysin, gözləyirəm. Niyə? Baxın, var o gözdəymə. Amma sən bir şey istəyəni yaradandan istəyirsənsə və yaradan rəva bilirsə, sən qismət eləyirsə onu sənə, o göz neyə bilər sənə? Məsələyə bu yöndən baxırıq. Ona görə o səhv düşüncəni bugün bir çoxumuz xəyallarımızı bölüşmürük. Sırf ona görə ki, birinin gözü dəyəcək. Amma bu bizim həyatımıza necə təsir eləyir? O yolu axsadır. Niyə xəyallarımızı bölüşməliyik? Ondan sizə indi danışıram. Növbəti zəhmət olmasa. Baxın, niyə xəyalları insan bölüşməlidir? Bir, insan beyninə baxsaq, birinci çözməliyik ki, insan beyni necə işləyir və o beyni biz necə özümüzə sərf edəcək şəkildə istifadə etməliyik. Birincisi onu deyim ki, bir funksiyadır. Beynin, bu dəqiqə siz mənə baxırsınız, düzdür? Sizin gözünüz, əslində beyniniz məni görür də, gözünüz yox. Görürsünüz və görəndə siz nəyi görürsünüz? Məni görürsünüz, Pərvin xanımı görürsünüz, rəngləri görürsünüz, divardakı yazını görürsünüz, buradakı yazıları görürsünüz. Bir çox şey, data, informasiya sizin gözünüzün qabağındadır. Amma heç kəsin burada beyni bu anda hər şeyi sənə göstərə bilmir. Bilmir, mümkün deyil.
Hər biriniz burada sizin üçün həyatda sənə önəmli nədirsə, sənin beyin neynir? O önəmli olanı ön plana çıxarır, onu sənə göstərir, qalan şeyləri arxa plana atır. Beynin gücü çatmır hər şeyi sənə göstərməyə. Ona görə bu həyatda sənə gərəkli olan, sənin üçün önəm kəsb edənə ön plana çəkir, qalan şeyləri arxa plana çəkməklə gücü çatır bunu sənə göstərməyə. Yəni bu dəqiqə kim ki mənim dediklərimə önəm verirsə, o səsi bu dəqiqə fokuslanıb, ağzımdan çıxan kəlmələrə, sözlərə. Kiməsə görüntü maraqlıdırsa başlayır görüntümə baxmağa. Kimsə mənim paltarımı analiz edir, kimsə buranı oxuyur, kimsə adama baxır. Hansısa bir oğlan burada Pərvin xanım xoşuna gəlib, bir gözü mənə, bir gözü Pərvin xanıma baxır. Amma baxa da bilmir. Pərvin xanıma baxdığı anda kəsilir. Pərviz orada nə dedi? Gedir həmin an. Təzədən qayıdır mənə. Bu belədir. Çünki beynin gücü çatmır hamısını bir anda eləməyə. Aydındır. Bunu bildiyimiz üçün də biz beyinə nə mənim üçün önəmlidir, bunu aşılamalıyıq ki, həyatda beyin onu görsün. Yəni, nəyə görsün? Xəyallarını, sənin etməli olduqların, sənə lazım olan yolu görsün və onu sənə göstərsin. Yəni, bu önəmli budur. Bunu həyatda necə misal göstərə bilərəm beyninizdən? Biz, xanımlar da sevirlər, bahalı maşın, gözəl maşın, amma bəylərimiz daha çox maşın fanatıdır. Burada soruşsam, hər birinizin içinizdə bir gözəl bir maşın modeli var, xəyalınızdakı. Ola bilsin ki, o maşın Bakıda da var, amma redkidir, hər gözə dəymir, hər küçədə çox deyil. Amma bir dənə məsələ var. Düşünün ki, durmusunuz svetoforun qırağında piyada keçidini getməsi və profkada 50 dənə maşın dayanıb. 50 dənə fərqli maşın bir-birinin arxasında düzülüb, düzdür? Bu dəqiqə onun yarıdan çoxu Çin maşınıdır. Neyini? Düzülüblər hamısı orada. Sənin o xəyalındakı maşın orada olanda sənin gözün o maşını tutur. Tutur. Beyin üçün bu dəqiqə o maşın önəm kəsb elədiyi üçün bu qədər maşının arasından o beyin hamısının maşınları çəkir arxa plana, o maşını önə çəkib sənə göstərir. Sən o maşını görürsən və bəlkə də həyatınızda bu məqamı yaşamısınız yəni. Niyə elə baş verir? Çünki sənin üçün önəmli faktor odur. Səninlə eyni yanda duran dostun isə sənin desən ki, bax bu dəqiqə mənə deyə bilərsən filan model maşın harda dayanıb. O onu görməyəcək. Çünki onun xəyalı deyil o. O onun üçün önəm kəsb eləmir. Ona önəmli olan hansı maşın marağıdırsa, onun gözü həmin maşını görür. Bax, beyin belə işləyir yəni, dostlar. Ona görə siz, xanımlar, girəndə bir mağazaya, o qədər paltarın içində, mən sizə, beynimizdə bu dəqiqə, mən filan şey axtarım dediyim paltarı seçə bilirsiniz. Beyin ona görə belə işləyir. Sonra nə edirsiniz? Seçəndən sonra qiymətinə baxırsınız. Hə, eləyirsiniz, bir gün səni alacam, sonra nə edirsiniz? Gizlədirsiniz onu. Mənə qismət olmasa başqası da görməsin paltarı. Düzdürmü? Eləyirlər. Garanti verirəm. Eləmişsiniz. Və beyin belə işləyir, dostlar. Tamam mı? Bunun önəmini biləndən sonra sən xəyallarını bölüşməlisən. Yaxşı, mən xəyallarımı bölüşmürəm. Elə içimdə saxlayıram. Yox, bu da işləmir. Elə də alamır. İçimdən içimə deyirəm ki, mən bunu istəyirəm. O elə işləmir, dostlar. Çünki beynin funksiyası var. Şuur və şuur altı eşitmişsiniz də. Conscious, unconscious mind, nə bilmən, kitablarda bu şeyləri oxuyursunuz. Bu necə işləyir, dostlar? Ən loru dildə izah edeyim ki, bugün qarşımda oturan hər kəs nə dediyimi anlamalıdır. Ona görə ən sadə dilini izah edirəm. Şuur və şuur altı nədir? Şuur, sənin bu dəqiqə çox sadə, şuurlu şəkildə fərqində olub dərk elədiyin məqam, məfhum fikirlərdir. Şuurlusan, fərqindəsən, dərk edirsən, söhbətə hakimsən. Bilirsən ki, budur. Okay? Şuur altı isə sənin fərqində olmadan ətrafdan eşitmə sisteminə bu günə kimi yığdığın datadır. Sən bunu eşitməmsən, amma o informasiyalar sənin ətrafında fırlanıb. Və bunlar sənin hamısı bir baza kimi sənin şuur altına yığılır. Və bəzən bir data həddindən artıq çox yığılanda şuur altında bu data sənin üçün gerçəyə çevrilir. Təkrar ehtiyac var, tutduqda söhbəti. Misal göstərirəm. Sən bugün həyatını tutaq ki, elə məqamındasın ki, istədiyin bir işə düzəlmək istəyirsən, şirkətə. Sənin şuurun sənə nə deyir? Oxuyacam, hazırlaşacam, yaxşı öyrənəcəm, girəcəm intervyuya, işə düzələcəm, alınacaq, mən iş tapacam. Şuurun sənə bunu deyir. Amma şuur altın 4 ildir sən institut həyatında nə eşidir? Qıraqdan nə eşidir? İş yoxdur, vakansiyalar yoxdur, ancaq dayda ilə işə düzəlirlər,
hamıya reject gəlir, heç kim bir şey götürmürlər. Bizim axırımız nə olacaq? İş tapa bilməyəcək, ixtisasımız üzrə gedə bilməyəcək. Ətrafından gələn informasiyanın 95% bu deyilmi? Yəni 99% budur. Və sən elə bilirsən ki, bu mənə təsir etmir. Xeyr, bütün bu data sənin şuur altında baza kimi yığılır. Hər gün sən ancaq bu ağlaşmaları eşidirsən, yığılır. Məhz ona görə sən intervyuya girəndə sənin şuurun deyir ki, yaxşı olacaq, alınacaq, keçəcəm. Amma sənin oradan şuur altın səni niyə götürürlər? O cürə dayday olanlar var. Sən filan universitetdə oxusan, cəmaət filan universitetdən girəcək bu dəqiqə ora. Sən ingilis dilin belədir, filan kəs ingilis dili elədir. Bu kimi fikirlər hardan gəlir? Niyə sən içində iki faktor, iki danışan dil var? Biri şuurdur, biri şuur altıdır. Və təəssüf ki, biz toksik bir mühitdə yaşadığımız üçün bizə kənardan gələn informasiyalar nə olur? Negativdir. Və biz o negativliklə yükləndiyi üçün bu bizim nəyimizə təsir eləyir? Öz inamımıza. İnamımıza da təsir elədikcə də bu bizi çatacağımız hədəfdən o qədər uzaqlaşdırır. Və sən içində o çelişkilərlə, o davadalaşla girirsən intervyuya. İntervyuda elə baxırsan ona gözünə. Götürəsiz, götürməyəcəksiniz. Mən də özümdə də ki, bu dəqiqə qırğın gedir. Siz mənə bir gözünüzdə mənə bir impuls, bir işi ipucu verin də. Ona görə intervyuda cavab verməyə fokuslanmaqdan çox gözlərində cavab axtarırsınız onların. Yəni bəyənirsiniz bir dəqiqə məni, necə gedir yəni falan. Düzdürmü? Bütün bu şeylər burada. İndi bunu da bildik. Həyatımızda bunu necə idarə etməliyik? Əgər kənardan doğrudan da negativ bu enerjiləri gəlirsə biz bunu bilirik. Bu enerji qədər biz doğru data ilə qidalandırmalıyıq özümüzü. Və bu içdən gəlmir. Beyin səsi eşidir və şuuraltıya ötürür. Ona görə də bugün siz doğru informasiyanı, sizi xəyalınıza aparacaq informasiyanı YouTube kanalında, audiobooklarda, harda bir şey qoymalısınız və onu eşitməlisiniz. Bununla qidalanmalısınız. Yaxşı, axı bu dedikləriniz də sizin xəyallarınız deyil, düzdürmü? Mövzudur sadəcə. Öz xəyallarını necə eləməlisən? Deməli, sən qarşındakı insanlara hansı yolu gedirsən, xəyalın nədir, bunun üzərində neynirsən və bu səni kim eləyəcək? Bunları eləyəndən sonra sən kim olacaqsan, bunu necə danışırsan qarşındakı insanlara? İnamla. Demirsən, mən xəyal arzum budur, bəlkə ola, yox. Belə eləyəcəm, bunu olacaq, planım budur, bundan sonra bunu eləyəcəm, filan şey olacaq, filan ölkəyə gedəcəm, filan vəzifəyə keçəcəm, bu olacaq. Bunu inamla danışırsan. Özündən əmin şəkildə, güya ki dostu var, güya ki qarşı. Amma əslinə qalsa bu kimə gedir bu data? Öz şuuraltı var. Və şuuraltı eşidəndə ki, bu tutuzduracaq, diyorsan, bundan nəysə çıxacaq deyəndən sonra sənin şuuraltında da artıq bu olacaq fikri formalaşır. Və yalnız bu zaman, bax belə mənim kimi insanlar formalaşır ki, xəyalının gerçəkləşəndə əmindir adam. Baxırsan ki, adam cooldur, rahatdır, əmindir ki, o şey alındıracaq. Niyə? Çünki onda şuuraltı da oturub, şuur da oturub. İkisini də oturdandan sonra sizdə alınacaq. Başa düşdünüz? Niyə xəyalı bölüşmək lazım dostlar? Tamam. İndi başa düşdünüz, mentalitet bizə nə deyir? Xəyalı bölüşmə, gözləyəcək. Burdansa bu var. Və şuuraltı nə deyir? Bölüşmə, gözləyəcək falan. Elə sən özünə göz dəydiyi üçün baxın, bir şey gedirsən və deyirsən ki, bax, getdin, qabağa qara pişik çıxdı. Gedəndə, podezdə qabağa qara pişik çıxması bilirsiniz nə deməkdir? Qabağa qara pişik çıxdı deməkdir. Vəssalam. Başqa heç bir mənası yoxdur. Amma sən nə baş verirsən? Çıxırsan, ya bizim mentalitetdən çıxmışam yəni. Qapıdan çıxıram, hapçu. Anam deyir, getmə, eyləmə, nə oldu? Tək səbir gəldi. Nə olsun? Tək səbir gəldi demək, həmin anda bir nəfər burnu qıcıqlandı, tək səbir gəldi deməkdir. Bunun başqa bir şeyi yoxdur yəni. Fiziki hadisədir bu. Yox, bunun pis mənası var, işin alınmayacaq deyəndə sənin şuur altında nə oturur? İşin alınmayacaq datası oturur. Və sənin bir yerlərində beynin deyir ki, işin alınmayacaq deyəsən. O deyəsəndən sənin bütün gününün axarı necə gedir? Alınmamaq doğru. Sən bunu gəlib nəyə bağlıysan? Tək səbrə, qara pişiyə, yatdığın yuxuya, nə bilim. Bunları sən formalaşdırırsan yəni. Tamam mı? Ona görə bunu doğru informasiyanla bəsləməlisən. Xəyalları bölüşməyin digər vacib məqamlardan biri nədir dostlar? Növbəti zəhmət olmasa. Deməli, biz xəyal qurursunuz. O xəyalı kimdən bölüşürsünüz? Çoxumuz başqalarına demirik. Niyə? Birdən alınmaz, biabır olaraq. Tamam? Çoxumuzda o şey var.
Adam işə düzəlib, Pəriz bəy, işə düzəldim, vəsə, təbrik, əla, çox sağ olun, var, sevinirik. Paylaş da LinkedIn-də. Yox. Niyə? Qoy 1-2 ay gedim, sonra alınmaz, 2 ay sonra iş itirərəm, biabır olaram yəni. İşə düzələndən 6 ay sonra LinkedIn-də yazırıq ki, işə düzəldik yəni. Niyə? Bax, o biabır olmaq hissinə görə, kompleksimizə görə. Düzdür? Nə baş verir? Xəyal qurursan, xəyal quranda kimlə bölüşsən? Bir dənə yaradanla. Ay Allah, qurban olum. Qismət elə, mən gedib bu imtahandan keçib, bu işə alındırım, o qız mənə hə desin, nə bilim, belə-belə bir çox xəyalları qurursan və gedirsən. Dostlar, hər hərin burada fərqli xəyalı var, amma ucuz halva başa gələcək bir yol yoxdur. Hər kəsin burada öz yolu var və hər kəsin öz yolu özünə görə çətindir. Və insan bir yola atılanda, istəyir dil öyrənməyə başlasan, istəyir ixtisas öyrənməyə başlasan, nə bilim, bir peşə öyrənməyə fərqi yoxdur. O yola atılanda birinci etap motivasiyan 100 vurur. Oyda, hər mən filan şeyi eləməyə başlamışam, hər şey yaxşı olacaq. Düzdür? Və o həvəslə, o motivasiyayla başlasan eləməyə, zövq alsan prosesdən. Amma proses birazdan rutinləşir. Hər gün əziyyəti çək, hər gün trenajör zalına get, hər gün yağışda, boranda birinci nə etsən, oyda trenajör zalına gedirəm, bundan sonra fit bədənim olacaq, super hər şey. Hoppana gelsən trenajör zalına. Amma hər həftə rutinləşir, çətinləşməyə başlayır, problematik halat gəlir və bir iyrənəcəyin bir dönəmə gəlir artıq yəni. Düzdür? Bəzən də artıq elə bir məqamdasan ki, 95% yolu gedilib. Son 5% qalıb bəlkə də, xəbərin yoxdur. Yəni biraz da dirəniş göstərsən, xəyalva çatacaqsan. Amma bu zaman bizdə nə baş verir? Hər birimizin içində bir meymun var. Elə ki başlayır bədənin artıq buna dirəniş göstərməyə, o meymun, kimsə yox ha, o meymun başlayır səndən danışmağa. İndi yadınıza düşəcək o meymunumuz. Başlayır sənə demək ki, neysə bu qədər əziyyət çəksən. Bəlkə başını buraxasan. Güya eləsən nə olacaq? Güya kim eləyib, sən də eləyəsən. Kim də alınıb, sən də dağınsın. Boş ver, get cəmaat kimi sıradan bir işdə gel. Nə inirsən, özü bu dağa daşı salsa, əziyyət çəksən. Gəl gedək. Var içimizdə o meymun. Var. Məhz bu meymunun sayəsində biz çox yoldan vaz keçmişik. Atılmışıq bir hobbiyə, atılmışıq bir peşəyə, ixtisasa, işə. Müəyyən yoldan sonra nə etmişik? Geri qayıtmışıq. Səbəb o içimizdəki o meymundur. Sənə nə deyir? Gəl qayıdaq deyir. Tamam. İndi o meymun mənim də içimdə var, sizdə də var. Bunun qarşısını necə almaq lazımdır? Birinci, siz gedirsiniz, o yolun 95%-nə çatanda meymun başlayır səni ruhdan salmağa. Ki, sən o fikirləri salmağa başlayır, o qurt düşürcanı var ki, bəlkə vaz keçim, bəlkə mənə görə deyil bu yol. Elə ki, bu baş verdi, sən yoldan dönüb geri qaydanda bu xəyalını kimdən bölüşmüşdün, bunu elədiyi? Heç kimdən. Bunu bir dənə kim bilirdi? Yaradan. Kimisə qabanda biabır oldun bu yoldan vaz keçdiyinə görə? Yox, kimsə xəbəri yox idi zaten. Düzdür? Və sən gəlib yaradan deyirsən ki, vəsə, cancel, atminə etsə, lazım deyil, keçdi o biri duaya. Bu dua lazım olmadı. Düzdür? Və heç də biabır olmadın. O işi bitdi, getdi. Amma indi bir dənə bir şey var ki, həyatda tarix boyu bir şey görməz. O fatihlərin də xarakterində bir şey görmüsünüz. Onlar bir yola qoyulub gedəndə gəmiləri yandırıb gediblər. Körpüləri yandırıb gediblər ki, bu yoldan geri dönüş olmasın. Bunu tarix kitablarında da oxumusunuz və bu düşüncə tərzidir. Başa düşürsünüz? Gediriksə ya fəth eləyəcək, ya da öləcək o yolda. Geriyə yol yoxdur. Dənizlə gəlmirsən, gəmilər yandı. Bu bizə nə deməkdir? Qayıdış yoxdur. Körpü ilə gəlmirsən, körpünü özün yandırırsan. Bax, bu düşüncə tərzindən danışıram. Yəni, xəyallarını bilsən kimlə bölüşməlisən? Bu yoldan vaz keçəcəyin təqdirdə həmin adamın qabağında utanacağın şəxslərlə bölüşməlisən. Hər birimizə, kimsə valideynin yanında özünü doğrultmaq istəyir bu həyatda. Kimsə sevdiyi insanın qabağında özünü doğrultmaq istəyir. Kimsə o şey kurğun yanında istəmir biabır olsun. Bax, səndə o cəsarət olmalıdır ki, gedib o insanlara bu xəyala çatacağını deməlisən. Tamam mı? Mən bax bu tooldan həyatımda belə istifadə edirəm. Məni uzun illər Facebookda izləyənlər bir şey görür ki, mən təsəvvür edin də bu qədər uğur qazanmışam da, adımı uğurlu insan o şeyi yazmışam artıq. Bundan sonra nəysə uğur qazanmağa da ehtiyac yoxdur. Zaten məni belə tanıyırlar. Amma nə edirəm? Hər növbəti xəyalımı qoyuram Facebooka ki, mən filan xəyalıma çatacağam. Bundan sonra mən bunun üçün yaşayıram. Tutaq ki, bunu nə qədər adam görür? 5000 adam görür ən azı yəni Facebookda. Və mən də sizin kimiyəm, gəlirəm. Mənim meymunum sizdən də böyükdür yəni. Çünki bugün sizin xəyalınıza çatmaq seçim deyil.
ölüm dirim məsələsidir. Xəyalına çatmayıb da nə edəcəksən? Sən çatmalısan, o peşədə işləməlisən, o pulu qazanmalısan və o pulu da, o həyatını da qurmalısan. Sənin üçün bu seçim deyil. Amma bir də baxın mənim meymunuma baxaq. Mən meymunumsa gəlir, həmin dəqiqə gəlirəm, özüm iyrəndiyim, bezdiyim momentdə mənə nə deyir? Pərviz, bəsdir də. Nə deyir bu qədər özünü göstər, nə qədər bu qədər şey qazanmısan da, hər şeyi dadmısan da, boş ver də, da pensiyaya çıx. Xəyallarından da artıq pensiyaya çıx. Gecə çıxıb gedək yəni deyir. Bu məndə də olur və məndə bu daha güclüdür. Çünki ölüm dirim deyil. Mən bu indiki xəyallarım sadəcə hobbi kimi bir şeylərdir yəni. Ölüm dirim məsələsi deyil. Amma nə baş verir? Elə ki dala geri çönürəm və bu mənzərəni yaşayıram. Bu tərəfimdə, sağımda necə görürəm? Məni izləyən, follow eləyən, hər gün çay söhbətlərimə gələn, mənim həyatdakı uğur formulu tərzindən özünə mənimsəyən, hər uğuruma özü kimi ürəkdən sevinən, Pərviz müəllim, növbəti xəyalınıza çatacağınızı gözləyirik deyən insanları görürəm. Bu tərəfdə də kimi görürəm? Bu qədər uğurlu olmamı gözü götürməyən, həsəd aparan, qibtə aparan, hər gün mənim profilimi yoxlayan ki, görün bu dizi yerə dəydi yoxsa yox, görün bu fail oldu yoxsa yox. Elə insanlar var yəni, ölürəm ondan ötürü. Allah onları bizim başımızdan əksik eləməsin yəni. Və bu kruq var və o böyük kruqdur bu dəqiqə məndən yəni. Bir dənə yıxılsam, hamısı kommentlərdə həmin dəqiqə peyda olurlar yəni. Neynirəm? Çönürəm, bunların sevgisinə, çönürəm, bunların da acığına gedib bu xəyalıma satıram. Tamam mı? Və mənim bu qədər məni follow edən insan qabağında filan xəyalı qurdum, amma ki vaz keçdim demə şansı özümə buraxmıram. Bu qədər insan izləyir məni. Bu qədər insanın biabır olmağı gözə ala bilərəm, ala bilmərəm. Başa düşdünüz? Ona görə qızıl formulu deyirəm. Həyatda ən çox qarşısında utandığınız insan kimdir? Hansı ki o insan yanında şəxsiyyətinizi heç vaxt nədənsə uduzduğunu, nəyisə alındırmadığını göstərə bilmərsən. Get xəyalını o insana de. Gözün içinə bax, de ki mən filan şeyi alındıracağam həyatımda. Görüm ondan sonra o xəyalda vaz keçə bilirsən yoxsa yox. Tamam mı? Yəni bir oğlan kimi, bir kişi kimi sevdiyin qıza get bu sözü de. Deyən, bax mən filan şey eləyəcəm. Köpək oğluyam, eləyə bilməsən. Tamam mı? Gör ondan sonra o xəyaldan vaz keçə bilirsən yoxsa yox. Aydındır xəyalları bölüşməyin önəmi yəni. Aydındır. Növbəti.